1995-ci il Hilux Surf. Bəlkə də ilk baxışdan çoxları deyəcək, axı bu nə maşındır. Köhnə, baxımsız, illərin yorğunluğu üstündədir. Amma bəzi maşınlar sadəcə dəmir kimi baxmaq üçün deyil, bəziləri xəyaldır. Bu maşın da bizim üçün elədir. Uzun müddət arzulayırdıq ki, öz offroad maşınımız olsun. Elə bir maşın ki, həftə sonu minək və istiqaməti asfalt yox, macəra müəyyən etsin. Dağ yolları, meşələr, gizli qalan gözəl yerlər. Çadır qurub gecələyəcəyimiz səssiz gecələr və ən əsası birlikdə toplayacağımız xatirələrdir və istədik ki, elə bu maşın da bizim xatirələrin bir anına çevrilsin. Nəhayət həmin xəyalımızın ilk addımıdır. Amma bu Hilux hələ bizim üçün tam hazır deyil. Hazırda onun içində toz, köhnəlik, baxımsızlıq var. Amma biz məhz bu vəziyyətdən başlamaq istədik. Çünki ən maraqlı hissəsi də budur. Bir şeyi sıfırdan öz əllərinlə dəyişmək. Bugün ilk olaraq salonu boşaldırıq. Amma bu sadəcə başlanğıcdır. Qarşıda böyük planlarımız var. Maşını kimyəvi təmizlikdən keçirtmək, çatışmayan hissələrinə baxmaq, onu tam başqa bir səviyyəyə gətirmək istəyirik. Offroad üçün yeni təkərlər, daha güvənli askı sistemi, yol olmayan yerlərdə bizə kömək edəcək avadanlıqlar, kamp üçün lazım olan bütün detallar. Çünki məqsədimiz sadəcə gözəl görünən bir maşın yaratmaq deyil. Məqsədimiz bizi bir yerlə aparacaq bir yoldaş hazırlamaqdır. Bəlkə bugün çox adam bu maşının gələcəyini görmür. Amma biz görürük. Bu bizim Hilux macəramızın ilk günüdür. Və ən maraqlısı elə buradan başlayır.